Kivinin üstüne limon sıx, faydalarına inanmayassan. Həkimlər bunu bilməyinizi istəmir. Çünki bütün mədə-bağırsaq problemlərinə yaxşı təsir bağışlayır. Necə hazırlanır? Ekrandakı ürək zad izah eləyim. Deməli, götürürsən 2 dənə kivini soyub doğrayırsan blenderin içinə. Bir dənə xiyar doğrayırsan, bir xörək qaşığı kətan toxumu tökürsən, bir dənə limon sıxırsan, bir stəkan su töküb yaxşı-yaxşı qarışdırırsan. Axşam yatmamışdan əvvəl içib yatırsan. Mədəndə köpnədir, aradan qaldırır, şişkinlik nədir, qəbizlik nədir? Bunların hamısına tamamilə son qoyur və sindirimi kolaylaşdırır, metabolizmanı sürətləndirir. Nəticədə də şişkinlikdən, ödəmdən tamamilə qurtulursan, arıqlamağına kömək eləyir və ən əsası bağırsaq problemlərindən, həzm problemlərindən qurtulursan, rahatlaşırsan. Bu cür videoların davamı üçün məni mütləq takip elə ki, sağlamlığının qeydinə qalan. Əzəl üçün bal oğlanlar hər zaman sağlam qalasın.